28 may, Müstəqillik günü və 1 iyun, Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə Beynəlxalq Qalereyada sərgi tədbir keçirildi. Layihə rəhbəri Aygün Əzizovanın olduğu sərgidə bir qrup qazi övladı daxil olmaqla 30 nəfər rəssam iştirak edirdi. Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, rəssam Səmayer Zayeva, tanınmış rəssam Firdovsi Hacıyev də sərgidə iştirak edirdi. Beynəlxalq Qalereyanın direktoru Elnurə İskəndərova Müstəqillik günü və Uşaqlar günü münasibətilə iştirakçıları təbrik edib, tədbir barədə məlumat verdi. Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxışında 44 günlük müharibə və antiterror əməliyyatı zamanı Cənab Prezidentin Ali Baş Komandanlığı altında və şəhidlərimizin, qazilərimizin qəhrəmanlığı sayəsində torpaqlarımızın azad olmasından danışdı. Gənclərimizə müqəddəs Azərbaycan torpaqları uğrunda aparılan mübarizədən söz açdı. İştirakçılara can sağlığı, peşələrində uğurlar arzuladı. Sonda iştirakçılar diplomlarla təltif olundular, həmçinin Beynəlxalq Qalereyanın fəaliyyətinin işıqlandırılmasında dəstək olan gənc blogerlərə xüsusi mükafatlar təqdim olundu.